Bugün 5B sinifində Azərbaycan dili fənnindən sual cavab eləyirik, yarış eləyirik və yarışımızın şərtləri belədir ki, sualları bu dəfə mən yox, şagirdlər bir-birinə sual verir Azərbaycan dilindən. Sentyabrdan bu yana, aprel ayındayıq, keçdiyiniz istənilən mövzudan sual verə bilərsiniz uşaqlar, sərbəstsiz. Başlayaq. Yusuf, buyur, sən sual ver Əliyə. Fe'l inkarı hərəkətin icra olunmadığını bildirir. Ya olmayacağını bildirir. Ay, sağ ol. İndi Əli, sən sual ver Yusufə. Onun ünlülərlə çox mənə sözləri nə deyir? Nə? Onun ünlülər nə deyir? Hə, bir sual. Deyişi və yazışı. Aha. Deyişi və yazışı eyni olan Aha. sözlərə omonim deyilir. Məsələn, bal, biri bal, yediyimiz bal. Aha. Düzgün qəbul eləyək. Mənaları müxtəlif demədin, amma düzgün qəbul eləyirik. İkiniz də keçirsiniz arxa cərgiyə. Qızlar davam eləyin. İsim nə deyir? İsim əşarın adını kimlə hər suallardan birə cavab verər? Bəsdir. Ay, sağ ol. İndi sən bu qızıma sual ver. Hə. Fe'ldə təsdiq forması necə düzəlir? Fe'l mən məsələn, mən qaçıram. O təsdiq formasıdır. Aha. Doğrudur. İkiniz də doğru cavab verdiniz. Keçin. Hə, davam edirik. Özünüzü təqdim edin. Qızım, adın nədir? Aydın. Aylin sən? Aysu. Buyur. Biriniz başlayın. Qaçdı söz düzəltmə fe'lidir yoxsa sadə? Aha. Sadə. Düzdür. İndi sən cavab ver, sual ver. Sadə suallar hansılardır? Neçə nə qədər? Aha, ikisi də doğru oldu. Əyləşin. Gəlin görək, əlini cibindən çıxar. De, adın nədir? Rəvan Abuzer. Rəvan. Sən? Elbrus. Aha, başladıq. De, Elbrus de. Mən Rəvan verir. Rəvan de. Say nə deyir? Elbrus bilmədi. Yaxşı, Elbrus sən sual ver. Elbrus sən sual ver. Sual fikirləşməyibsiniz, bayaqdan cərgədə durubsınuz. Özünüzə sual fikirləşin. Hə, Elbrus? Fe'l necə zaman? Əlini cibindən çıxardı Elbrus. Keçmişində gəlir. Doğru. Elbrus əyləşir. Rəvan keçir. Adını de. Nihat. İsaq. Aha. De. Eşitmədim. Nə deyir? Əşyadan da məşğuliyyət. Aha. İsim nə deyir? İsim əşyadan. Yo, dedi də uşaqlar, özü biraz sadə sual verirsiniz. Nə oldu elə? Aa, yaxşı. Kimlə hər suallarına Yaxşı olsun. İkiniz də doğru dediniz. Əyləşin. Yenidən Yusuf və Əli. Buyur Əli. Neçə növ var? Neçə növ var? Üç növ var. Qeyri-müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı, Aha. kəsr sayı, Aha. kəsr sayı bir də. Doğru cavabı de Əli. İkisini doğru edən bir dənə də miqdar sayı qalır. Aha. Hə, indi nə edək? Səhv cavab. Çünki üçünü də bilmədin. Sən nə sual vermişdin bir də de? Miqdar sayının növləri bu ikisini deyir. Hə. Birini bilmədi də. Ona görə səhv cavab. Yaxşı, sən sualını ver Yusuf. Hə. Yusuf buyur. Gələcək zamanın suallarını. Nə edəcək? Edər. Nə edəcək, nə edər? Düzdür. Yusuf. Sən əyləş. Aha. Sifətin neçə dərəcəsi var? 3 dərəcəsi var. Adi dərəcə, çoxaltma dərəcəsi və azaltma dərəcəsi. Doğru. İndi sən sualını ver. Şəxs əvəzi işləri nədir? Olsun. Birinci şəxs, məsələn, şəxs əvəzi təkdə mən, sən, o, cəmdə də biz, siz, onlar. Aha. İkiniz də doğru. Əyləşin. De görüm qızım. Sifətin müqayisəli neçə növ var? Sadə, düzəltmə, mürəkkəb. Düzdür. Aha. İsim sualları hansılar? Kimdən hara? Aha. Biraz suallarımızı çətinləşdirək yavaş-yavaş uşaqlar. İkiniz də keçin. Emil və Rəvan buyur. Şəxs əvəzi işləri hansılar? Onu dedi. Başqa sual ver Rəvan. İşarə əvəzi. Başqa sual ver. Hə. İşarə əvəzləri hansılar? O, bu, elə, belə, həmin. Aha. Sonra. Qoşma hansı hallara qoşulur? Ay, sağ ol. Bilmirsən. Eybi yox. İsim, adı, piyəli. Həvələ yazmışını qalır.
Ay, sağ ol. İsmin. Aha, sonra indi siz. Qoşma deyil. Qoşma nəyə deyilir? Adlı gəlir, təsvir gəlir, çıxışlı qadlar. Aha, yaxşı, doğru. İndi sən sualını ver. Bu da sözlər, danışığın ifadə etdiyi sözlərə bu da sözlər verir. Fikrə münasibətini bildirir. Düzdür. İkiniz də doğru əyləşin. Qızlar buyurun. Kəsr sayıları Məsələn, Aha. 5-də 1, 6 tam 10-da 8 və s. Hə, de. Antonim nəyə deyilir? Məsələn, axşam, səhər, gec, tez. Doğru. yaxşı, pis. Aha, sonra. Deyin Müddət görün. sayıları hansılardır? Miqdar sayıları Bilmədi qızım. İndi sən sualını ver. Hə. Sualını ver. neçə nitq hissəsi var? 11, 6, 5 köməkçi. Əsaslar Əyləşi, yox, bəs bir sual. Bəs sən bilmədin. Aha. Sən de. De, Əli de. Hansı hallar isim hansılar kelimələrdir? Aha. Tərsiliş və çıxışlı. Tərsiliş və yer. Ay, sağ ol. Hə. Sonra de, Emil. Nida nə bildirir? Nida isə can bildirir. Məsələn, ura. Doğru. Söz demir, sevinç. Olsun da his həyəcan bildirir. O his həyəcan içində sevinç, kədər də gedir. Əyləşin. Sonra deyin. De. Nida nə deyir? Nida. Dedi də onu. Başqa sual de. Adət nə deyir? Bilmədin. Yaxşı, sən sualını ver. Hə. O Say nə deyir? Əşyanın miqdarını və sırasını bildirir. keçin, əyləşin. Sonra Ahəng qanunu nəyə deyilir? Ahəng qanunu sözdə qalın və ya incə sahiblərin bir-birinə gəlməsinə ahəng qanunu deyilir. doğru. Əlifba nə deyir? Əlifba hərflərin sıra ilə düzülüşünə əlifba deyilir. Doğru. İkiniz də əyləşin. Sonra Sonra de. Ahəng qanunun tələblərinə görə şəkilçilər neçə cür yazılır? Ahəng qanunun tələblərinə görə şəkilçilər neçə cür yazılır? Aha. Aha. Şəkilçilərin yazılışı. Aha. Aysu bir də bir cür. Aha. O da nəbş sabit olur. Alınma şəkilçilər. Aha, əyləşin. Yox, sən sualını ver Əli. Mən sualını verim. Əvvəlki cümlədə nə rol oynar? Nə rol oynar? Üç şəxslərdə görülməsini. Yox, de. Əvvəlki cümlədə başqa hissələrini əvəz edir. Aha. Doğrudur. Eşin, sonra siz deyin. İştirici samitlər hansı? Biraz çətin sual oldu. Y, M və S. S. Aha. İndi sən sualını ver. Qalın sayıdır. A, I, O, U. Ay, sağ ol. Oturun. Yox, hə, keçin, cərgəyə keçin. Sonra Say nə deyir? Mən demişdim belə. say deyilmişdi. Başqa sual ver. Sifət də deyilibdi. Sonra hə, Ədəd nə deyir? ədat da deyildi. 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 Bilmirsən, yaxşı de. Mən Hə, de, ədatı de. ədat Hə. nə deyir? Aha. Ədat mən nida kimi hissəcəkdir, amma nidadan fərqli olaraq cümlələr, sözlər içində Aha. işlərini də Düzdür. Təsir gücünü artırır. Düzdür. İndi sən sualını ver Əli. Mən bir də yarımdan çıxdan sual verirdim. Hə, Sən də verdin onu. Hə. de. Özün. De görüm. Hə. Aha. Hə, sifətdə çox az Aha. düzəldən iştirik sabitlər hazırlanır. Ünsürlər. Hə. Aha. Oo, yox, yox. Hansılardır? M, P, R, S. Aha, əyri keçin. De. Yerli kanun şəkilçiləri hansılardır?
Yerlik halı. Şəkilçisi. Ay, sağ ol, doğru. Şəkilçisi deyirdi, sualı qızım. Bir dənədir də, şəkilçiləri dedin. Dedim, bəlkə sualını deyərsən. Aha, yaxşı, sən de sualını. Sonor samitlər. Sonor samitlər. Aha. Hə, Ü, bilmədi. Keçin. Finala kim qaldı? Fidanla Əli. Fidan və Əli. Buyurun. Fidan, sən buyur. Aha. Buyur. Cingiltili qarşılığı olmayan De Fidan. Cingiltili qarşılığı olmayan kəsr. Hı. İndi Əli sən de. O dedi. Aha. Dərəcələrinə aid bir Aha. nümunədir. Məsəl üçün qırmızı, Aa, qıpqırmızı. qırmızı hansı dərəcədədir? Qırmızı adi dərəcədədir. Aha, qıpqırmızı. Qırmızı çoxaltma dərəcəsindədir. Qırmızımtıl azaltma dərəcəsindədir. Doğru. Deməli 1-1 doğru oldu uşaqlar. İndi sən de sualını Fidan. Mən sifətin məna cümlələrindən dad bildirəm. Aha. Dad bildirənlər keyfiyyət. Nə deyir mən? Dad bildirən sifətdir. Dad bildirən. Aha. Şirin, turş, Ay, adı sağ ol. bəhər. Doğru. İndi sən sual ver. Həlledici məqamdır. Aha. Fikirləş. Aha, buyur. 3 dənə təsdiq fe'l, 3 dənə inkar fe'l. 3 dənə çoxdur. Yaxşı, dənə. 2 dənə təsdiq. Bir dənə. De dənə Fidan. Təsdiq fe'l, Aha. mən gedirəm, mən Aa, getmirəm. Ay, sağ ol. Doğru. Fidan, indi sən sualını ver. Ha. Çətin suallardır. Aha. Çətin. De. Sifətin məna cümlələrindən əlamət bildirmək. Əlamət. Əlamət bildirənlər birinci məmət xarici. Ay, sağ ol. Sözdən baxanda məsələn, Hə. forma. Düzdür. Hə, bir dənəsini de. Rəng. Düzdür. İndi sən sualını de, Əli. Mən bu səfər çətin sualım. Hə, de. Gözü mənə. Deyirdim abi. Səfər. Hə, de. Mənə söylə. Hansılar? Hə. Konkret. Yox, özü dedi axı onu. Özü dedi. Məndə Ayşə. Qalib kim oldu? Əli. Əli. Alqışlayaq Əlini. Belə.